Səfəvi dövlət idarəçiliyinin Qaraqoyunlu dövlət idarəçiliyindən fərqli cəhətləridir. Baxırıq variantlara. Dövlətin başında qeyri-məhdud hakimiyyətə malik hökmdarın durması. Bu, hər iki dövlət üçün xarakterikdir. Səfəvi dövlətinin başında qeyri-məhdud hakimiyyətə malik şah dururdu. Qaraqoyunlu, Ağqoyunlu kimi dövlətlərdə isə dövlətin başında padşah titulu daşıyan qeyri-məhdud hakimiyyətə malik hökmdar dururdu. 1. Hər ikisi üçün oxşar cəhətdir. Ona görə 1-i çıxırıq. Variantlardan da 1 nömrənin olduğu hissələri çıxardırıq. 2-yə baxırıq. Vəzirin maliyyə işlərinə nəzarət etməsi. Bu dövlətlərdə vəzir maliyyə işlərinə nəzarət eləyirdi. Bu da bizim üçün ortaq cəhətdir. Ona görə də 2 olanları da çıxardırıq. Hökmdarın yanında məşvərətçi orqanın fəaliyyət göstərməsi. Həmin dövlətlərdə məşvərətçi orqanlarda fəaliyyət göstərirdi. Bu da oxşar cəhətdir. Bunu da çıxırıq. Hökmdardan sonra ikinci şəxsin vəkil adlanması bu yalnız Səfəvi dövlətinə xas xüsusiyyətdir. Qaraqoyunlu dövlətində həmin şəxs Əmir əl-Ümərə adlanırdı. Ona görə 4-ü götürürük. Cavabımız burada yalnız 4-dür.